Herkese salamlar. Infolab podcast izləyiciləri. Yeni epizoda xoş gəlmisiniz. Bilirsiniz ki, hər həftə biz Creative Labs YouTube kanalında Infolab podcastı yeni epizodları ilə efirdəyik. Bizə dəstək üçün video like atmağı və kanala abunə olmağı gözdən keçirə bilərsiniz. Bugünkü mövzumuz brauzerlər haqqında olacaq. Xüsusən də son zamanlarda brauzerlərə maraqlar çox artıb. Əvvəl demək olar ki, 2 əsrdir dəyişməyən Chrome və Safari kimi brauzerlərdən Arc və Dia kimi brauzerlərə gəlib çıxdıq. Browser Company tərəfindən olan bu brauzerlər həqiqətən də görüşlərimizi çox dəyişdirdi. Mən şəxsən Arc brauzerini istifadə edirəm. Dizaynı, sürəti həqiqətən də rahat və minimalistik bir təcrübə imkanı verir. Hər nə qədər Dia və Arc brauzerləri eyni şirkət tərəfindən təqdim olunsa da, tamamilə fərqli şeylərə xidmət edirlər. Arc brauzeri digər brauzerlərə görə daha məxfi, daha imkanlı və daha fərdi imkanlar təqdim edir. Məsələn, biz bu brauzerdə spacelər və qovluqlar görə bilərik. Siz hər space'i fərqli işlər üçün istifadə edə bilərsiniz. Onları istədiyiniz kimi fərqləşdirə bilər, rəngini dəyişə bilərsiniz. Qovluqlar da mövcuddur. Qovluqlar siz nəzərdə tutduğunuz veb saytları yerləşdirə biləcəyiniz qovluqlardır, adından göründüyü kimi. Və digər brauzerlərdə bookmarks funksiyasından fərqli olaraq həmin veb saytları daha rahat şəkildə daxil ola bilərsiniz və təmiz şəkildə saxlaya bilərsiniz. Bu brauzer həm Windows, həm də macOS əməliyyat sistemi üçün əldə oluna bilər hazırda. Dia brauzeri isə heç bir brauzerə oxşamır. The Browser Company şirkəti brauzerin sizin üçün browsing etdiyini iddia edir və bunu reallaşdırmağa çalışır. Brauzer xüsusiləşdirilmiş süni intellekt modellərindən istifadə edərək sizin kim olduğunuzu öyrənir. Sizin kimi yazar, sizin kimi axtara bilir. Günümüzdə hamımız süni intellekt chatbotlarından çox istifadə edirik. Məsələn, AI ilə bir işimiz olduqda brauzerdəki ehtiyac olan faylları chatbota atmaq həqiqətən də çox əziyyətli və vaxt aparır. Ancaq Dia brauzerindən siz AI-ya getmirsiniz. AI sizə gəlir. Siz brauzerə inteqrasiya edilmiş funksiyalardan istifadə edərək əlavə proqram və ya veb saytlara ehtiyac qalmadan bütün ehtiyaclarınızı qarşılaya bilərsiniz. Hazırda bu brauzer alfa testing prosesindədir və sadəcə xüsusi dəvətlərlə macOS üzərindən əldə oluna bilər. İndi isə Arc brauzerində olan yanlış anlaşılma haqqında danışaq son zamanlarda. İnsanlar sosial media şəbəkələrində öyrəndikləri məlumata əsasən The Browser Company şirkətinin Dia üzərində işləməsi üçün Arc brauzerini dayandırdığını iddia edirlər. Bu tamamilə səhv məlumatdır. Josh Miller, The Browser Company şirkətinin CEO-su bildirib ki, biz nisbətən kiçik bir komanda olduğumuz üçün Dia brauzerini rahat işləmək məqsədi ilə Arc brauzerinə funksiya yeniləməsini dayandırmışıq. Bu o deməkdir ki, Arc brauzerinə yeni funksiyalar gəlməyəcək. Ancaq təhlükəsizlik yeniləmələri hələ də qüvvədədir. Yəni, brauzer ölməyib. Sadəcə narahat olmamaq lazımdır. CEO-nun dediyinə görə Chrome və Safari kimi brauzerlərdə illərdə dəyişmə, sadəcə təhlükəsizlik yeniləmələri gəlir. Arc üçün də eyni qaydada. Bu normal bir şeydir və məncə Dia brauzeri tamamlandıqdan sonra həm Arc, həm Dia ikisi də vaxtında yeniləmələrini alacaqlar. Bugünlük brauzerlər haqqında olan mövzumuz bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirik. Əgər bəyəndinizsə like atmağı və bizə dəstək olmaq üçün kanala abunə olmağı unutmayın ki, hər epizoddan xəbəriniz olsun. Bir sonraki epizodda görüşənədək hələlik.